Ölkədə 6-cı Qızılşah Milli Kulinariya Çempionatı keçirilir. Məqsəd gastronomiyanın inkişafına töhfə vermək, gastroturizm potensialının genişləndirilməsini, qaliblərin beynəlxalq yarışlarda iştirakını, kulinariya üzrə beynəlxalq aşbazların təcrübəsinin mənimsənilməsi ilə bacarıqlarının inkişaf etdirilməsidir. Eləcə də milli mətbəx nümunələrimizin hazırlanma metodologiyasının dünya müstəvisinə çıxarmaq, bütövlükdə ölkənin gastroturizm destinasiyası kimi tanınmasını təmin etməkdir. 2019-cu ildən mən Bakıya gəlirəm və Qızılşah çempionatında münsiflik rəhbərlik edirəm. Bu müddət ərzində əldə olunan inkişafı, onun irəliləməsinin şahidi oluruq. Bu inkişafı görməmək mümkün deyil. Aşbazların keyfiyyəti, təşkilatçılıq yüksək səviyyəyə çatıb. Belə tədbirlər Milli Gastronomiya Strategiyasının bir hissəsidir. 6-cı Qızılşah Milli Kulinariya Çempionatının münsiflər heyəti Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan World Chefs-in lisenziyalaşdırılan beynəlxalq hakim aşbazlarından ibarətdir. Sözügedən turnir təcrübə mübadiləsi və Azərbaycanın gastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir. Qiymətləndirilən hər hansısa bir ölkənin milli mətbəxi deyil, beynəlxalq bişirmə metodologiyası və texnikalarıdır və aşbazların buna nə qədər vərdiş etdiyi və mətbəxdə bunu yarış zamanı xüsusi təzyiq altında hansı formada nümayiş etdirdikləri ölçülür və bal sistemini dəyərləndirilir. Azərbaycan və Belarusu təmsil edən iştirakçılar yarışmada kənd təsərrüfatı sahələrini əks etdirən şirniyyat nümunələri hazırlayıblar. Bu şirniyyatlar tamamilə yeyilə bilən məhsullardan hazırlanıb. Şokoladdan və şəkər xəmirindən olan işlərimiz, jürlərimiz xarici və yerli jürlər tərəfindən dəyərləndirilir. Qızıl, gümüş və bürünc medalla təltif olunacaqlar və bütün qaydalara uyğun təltif olunacaqlar. Qaydalar çox qətidir bizdə, yəni ki, qaydalara əsasən ancaq yeyilə bilən məhsullar olmalıdır orada və tərkibini belə yığarkən ona fikir verməlidirlər ki, yeyilə bilməyən heç bir şey orada istifadə olunmamalıdır. Qeyd edək ki, 2019-cu ildən keçirilən turnirdə yerli və əcnəbi aşbazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. Qızılşah Milli Kulinariya Çempionatı 2024-cü ildən Qolşah Kontinental Aşbazlar Çempionatına ev sahibliyi etmək hüququna malik olub. İlk yerli çempionat kimi Qızılşah Milli Kulinariya Çempionatı digər dövlətlərin də komandalarını qəbul etmək imkanı qazanıb. Eyni zamanda beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksək səviyyəli hakimlər münsiflər heyətinə cəlb olunub.